Herkesin gözlediği video geldi. Bu videoda İsveçrənin kəndləri sizi tanış edeceğim. Basel ve Ben şəhərini gəzdikdən sonra gəlib çıxırıq Grindelwald kəndinə. 19-cu əsrdən məşhurlaşan bu kənd Alp dağlarının ətəyində yerləşir. Dünyaca məşhur Jungfrau Alp dağları Avropanın damı adlanır. Arxa gəldi Grindelwald çatdı. Mənzərə deyirəm sizə. Grindelwald İsveçrənin təbiətinə görə ən məşhur kəndlərindən biridir. Bu kəndlərin həm yayı, həm də qışı çox gözəl və maraqlı olur. Bu gördüyünüz teleferik xətləri ilə dağın başına qədər qalxmaq mümkündür. Qiymətləri məsafəsinə görə 30 frankdan 300 franka qədər dəyişir. Bu gördüyünüz yer bizim kamp yerimizdir. Günü 24 eurodur. Daha doğrusu 24 frank. Hayırlar. Frankla euroyu öyrəşənməmişəm belə. Dostlarımızla birlikdə kampımızı qururuq. 3 gün burada qalacağıq. Bu da kampımızın mənzərəsi. Kampımıza yerləşdikdən sonra atışdıracaq bir şeyler hazırlayırıq. Kampın ödənişini etdikdən sonra mangaldan pulsuz şəkildə istifadə etmək olur. Yeməyimizi yedikdən sonra istirahətimizi edirik və ibadətimizi edib gedirik kəndləri kəşf etməyə. Düşünürdüm ki dünyanın bir nömrəli bahalı ülkəsi Dubaydır. Amma İsveçrəyə gələndən sonra fikrim dəyişdi. Yəni həqiqətən aldığınız su, hər şey o qədər ekstra bahalıdır ki, təsəvvür edin yol pulu belə 2 qat alırlar pullar insandan. Normalda məsələn 30 euro əgər bir qatarın qiymətidirsə, ondan 2 qatını alırlar, 60 verirlər. Çünki onun üçün kartın olmalıdır. 21 euro almışdım. Gəldi ki 21 euro daha ödəməlisən. Deyirəm niyə görə? Çünki sənin kartın olmalıdır. Bu videoda benimle birlikdə İsveçrənin 3 dənə kəndini gəzəcəyik. İlk öncə kampımızın ətrafını gəzirik. Özümü bəlkə də həyatım boyu bu qədər huzurlu hiss etməmişdim. Kənd o qədər sakit və huzurludur ki, insan gəzdikcə gəzmək istəyir. Tutasan bunların birini aparıb kebab çəkəsən, sonra da şikayət eləsinlər. Kəndin geniş olmağına baxmayaraq çoxlu həyat evləri və kamp yerləri var. Qəribəsi də odur ki, heç kimin səsi çıxmır. Hal-hazırda çəkdiyim mənzərəyə baxın. Belə şeyləri mən ancaq videolarda gördüm. Çox şükür, indi mən çəkirəm. Hara gedirsən get, 4 tərəfin dağlarla əhatəlidir. Hər tərəf dağıdır. Ayger dağı. İndi isə Grindelwald kəndindən çıxırıq, gedirik növbəti kəndimizə. Bura Lautenbrunnen kəndidir. Bu kənd şəlalələr vadisi kimi tanınır. Gördüyünüz yuxarıdan axan şəlalə Staubach şəlaləsidir, 300 metr uzunluğu var. Mürren kəndinə qalxmaq üçün gediş-dönüş biletini 28 frank ödədik. Hal-hazırda gördüyüm mənzərəni sözlə ifadə etmək, videoyla ifadə etmək imkansızdır, sadəcə görmək lazımdır. Çünki videoda fərqli görsənir, göz ilə isə daha fərqli görsənir. Məqsədimiz Jungfrau dağına qalxmaqdır. Gördüyünüz bu hündür zirvəyə. Gəlin sizi xəritəyə tanış edin. Bu gördüyünüz Grindelwald kəndidir, bizim yerləşdiyimiz kamp yeri. Buradan gəlmişik Lautenbrunnen kəndinə. Buradan da teleferiklə qalxdıq Mürren kəndinə. Gəl əvvəlcə Mürren kəndini gəzək, sonra isə qalxaq tam zirvəyə. İlk öncə əyləşib bu gözəlliyi seyr etmək lazımdır. Daha sonra isə gedirik daha maraqlı yerləri görməyə. Mürren Lautenbrunnen vadisinin yüksəkliyində yerləşən bir dağ kəndidir. Bura özəlliklə də qışda xizək sürmək üçün çox gözəl bir yerdir. Bura qalxmaq üçün həm qatardan, həm teleferikdən istifadə etmək mümkündür. Bura həm də 3 dağın möhtəşəm panoraması ilə tanınır. Ayger, Mönş və Jungfrau dağı əhatəsində yerləşir. Neysə, indi isə zirvəyə qalxmağın vaxtı gəldi. Gediş dönüş üçün teleferikə yenə də ödəniş edirik 55 frank. Buradan ta qalxırıq bura kimi. Hardasa aşağıdan yuxarı qalxmaq üçün 10-15 dəqiqə vaxt getdi, çünki 2677 metr yüksəklikdədir. İndi sizi nağıllar aləmi ilə tanış edəcəm. İlk öncə gördüklərimi özüm də inana bilmirdim. Ən aşağısı bir 10 dəqiqə şokdaydım.
Bura bir yüksəkliyində yerləşən bir restorandır. Restoranın panoramasına baxın. Sanki rəsm əsəridir. Axır ki tam zirvəyə qalxdıq. Amma çox soyuq deyil bura. Yüksəkliyin havası o qədər təmiz və soyuq idi ki, havanı ağciyərlərimdə hiss edirdim. Yuxarıda qaqaşımız paraşütlə uçur. Bu arada paraşütün qiyməti saytlarda 170 frankdır, amma əhalisindən soruşdum, dedilər ki 500 frankdır. Nə az, nə çox 1000 manat. Day bilmirəm hansı doğrudur. Siqaret çəkənlər burada necə nəfəs alırlar çox maraqlıdır. Burada pulsuz teleskop da var. Dağları izləmək üçün gözəl bir seçimdir. İndi isə dağların panoramasını izləmək üçün aşağı düşürük. Yəni burada deyir ki, özünüzü ağıllı aparın, dəmirdən qırağa çıxmayın. Yüksəklikdə oksigen təzyiqi az olduğu üçün insan nəfəs almaqda çətinlik çəkir. Bir tərəfdən də belə adrenalin yerlər olanda insan daha da dərindən nəfəs alır. Görün harda gəzirəm. Yüksəklik qorxusu məndə artıq sıfırdır, çünki əvvəllər yüksəklik qorxum çox idi. Bir şey var idi, yerləncək. Ona minəndən sonra qalxdım yuxarı. Qalxandan sonra tam təpədə olanda ayət kürsüsünü oxuyordum qorxumdan. Və hal-hazırdakı vəziyyətə baxın. Avropanın ən yüksək zirvələrindən birindəyəm. Səhv etmirəmsə Elbrusdan sonra ən yüksək yeridir. Hal-hazırda gəzdiyim yerə baxın. İnsan bir anlıq düşünür ki, görsən bu dəmir qırılsa nə olar? Heç nə, rəhmətli olursan. İməkli mənzərəni seyr etmək üçün belə bir şey düzəldiblər. Nəysə, burada bu qədər gəzinti bəsdir, gedək rahat nəfəs alaq. Gəldiyimiz yerdən geri qaydırıq Lauterbrunnen kəndinə. Bu kəndin cəmi 2000 əhalisi var və 72 şəlaləsi ilə məşhurdur. Bura o qədər maraqlı və huzurludur ki, insan gəzəndə sanki nağıllar aləmində gəzir. Bu yuxarıda gördüyünüz şəlalə isə buranın ən məşhur 300 metrlik şəlaləsidir. Yağış başladı. Bu mənzərədə İstanbuldan gözəl nə ola bilər ki? Düşündüm ki, normal yağış yağacaq, sən demə bu yağış yox, əməlli başlı fırtınadır. Şəlalənin suyu belə uçuşuyor. Okay. Restoran sahibi də sağ olsun, fırtına bitənə qədər bizi salıb içəri, işıqlar da sönüb. Fırtınanın qopması və işığın sönməyə o qədər ürəyimcə oldu ki, əsl kənd abu havasını əks etdirir. Ümid edirəm ki, çadır sağlamdır. O da su içində olsa, heç nə. Qaldım bayırda. Görün sizə nə göstərəcəm. Aləm bir-birinə dəyib, yağış yağıb, fırtına qopub, aləm bir-birinə dəyib, daydaya bax, gül suluyur. Kayıfdan gözüm ölüm. Bu gözəl mənzərəyi yağış səsində izləməyinizi tövsiyə edirəm. Bu arada təcili yardım vertolyot vasitəsilə gəlir. Qiyməti də çox bahadır. Fırtınanın qopmağı azmış kimi bir də qatarımız xarab oldu. Grindelwald'a qayıdan qatarımız. Problem 2 saatdan sonra qalxacaq. 2 saat burada oturmuşam xarici vətəndaşlarla üz-üzə. Hər millətdən var. Yağış dayanan kimi ortalığa gözəl bir mənzərə çıxır. Göy qurşağı. Grindelwald'a qayıdan kimi də bütün millət burada gözləyir, bizi salamlayırlar. Nəhayət ki kampımıza qayıtdıq, çox şükür. Çadırımız sapsağlamdır. Burada da bizim də qonağımız var. Sən hara gəlsin, mənə girin bura. Nə girirsən? Axşam düşdü bilirsən məni. Gözün xeyirli olsun. İçməli təbii bulaq suyu. Buz deyə. Üçüncü gün isə sonuncu gəzimiz Grindelwald kəndinin mərkəzini gəzirik. Burada Top of Adventure adlı əyləncə mərkəzi var. Yenə də yuxarı qalxmaq üçün məcbur. Neynirik? Biletə pul verməliyik. 32 frank. Bu da Grindelwald kəndinin yuxarıdan görünüşü.
Kızlar, burada sizin şekliniz olabilirdi. Sizce de çok huzurlu değil mi? İnsanın ruhu sakitleşir. İndi isə gedirik sürüşməyə. Bu bileti 8 frank almışıq. Allah gidiyor. Çok heyecanlıyım. Bu tomuzun başını kim dişləyib belə? Bu zipline'ın uzunluğu 800 metrdir. Qiyməti bir sürüşmə boyu 8 frankdır. Burada nə deyirlər? Şəkil video olmaz. Təbii ki, bu bizə aid deyil. Bu gözəl mənzərəni izləyə-izləyə adrenalini yaşayırsan. Dalımla gəlirlər. Nəhayət sürüşdük, gəldik, sona çatdıq. Burada da iplər uzadıblar ki, ya finish xəttidir də. Yuxarı qalxmaq üçün sən düşmürsən. Səni birbaşa iplə qaldırırlar yuxarı. Buradan tərsinə qaldırırlar adamı. Elə bilirsən ki, yıxılacaqsan. Əlinlə bək tutmalısan. İplə qaldırırlar. Kəndlərdə gördüyüm ilk kilsədir bu. Yaxınlaşdım ki, içəri girim, gördüm qapı üzünə açıldı. Qorxu filmlərinə oxşadılar. Şəhərin tam mərkəzindədir. Alp dağlarının mənzərəsi ilə əhatə olunub. Bu qədər gəzinti bəsdir. İndi isə qayıdırıq kampımıza, hazırlaşıb qayıdacağıq Almaniyaya, evə. Çadırla səyahət macərasından danışım isə çalışın heç vaxt, yəni daşımaqla çadır səyahət eləməyin. Yəni həm yorulacaqsınız, həm haldan düşəcəksiniz, həm onu daşımaq, yığmaq adamı çox yorur. Əgər maşınla səyahət edib çadır quracaqsınızsa, onda məsləhət görürəm. Amma belə daşımaqla qəti şəkildə o deyil, yəni adam çox yorulur. Videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.